Götürək yenə məsəl üçün bank sektoru olsun. Burada elə məhsullar var ki, rəhbərliyin əsas prioritetindədir. Məhsullar şirkətə çox ciddi pul qazandırır. Bir də var X bir də məhsul hansı ki, nə bilim, daxili bir kommunikasiya üçün nəzərdə tutulmuş bir məhsul. Heç kimin də marağında deyil. Birinci məhsulda product owner o şəxsdir ki, düzgün kommunikasiya qura bilir, rəhbərliyinə və komanda ilə mürətti şəkildə o istənilən nəsə onu çıxarda bilir. Və artıq onun hər hansı bir public test eləməyə, nə bilim, nəzəriyyələri analiz eləməyə vaxtı olmur. O eləyir, şirkət pul qazanır, xüsusən lazım. Şirkətin başqa bir məhsul sahibi, hansı ki, internal bir məhsula baxır. Bunun vaxtı boldur. Aydın məsələ ki, bu gedəcək, nə bilim, araşdıracaq, qrup çağıracaq, A/B test edəcək. İndi işləyəcək, işləməyəcək artıq başqa sualdır. Eyni şirkətə görə ki, iki dənə PO var. Əsas ki, hansına tələb bu gün çoxdur, birinci PO. Əlbəttə ki, birinci PO. Çatdırır, deliver eləyir. Bax, budur vacib olan və rəhbərliyin də gözündə ən çox bonus alan da odur, ən çox maaş alan da odur. Bu isə reallıqdır.